kumpirin paytaxtına gəlmişik. Gəlin sizə Bakıda kumpirləri ilə ad çıxarmış bir yer göstərim. Keçən həftə dostlarla kumpir porta getmişdik. Burada menyudan 4 növ kumpir seçdik. Bunlar xırçıltılı toyuq, Sezar, hər ikisi 7 manat 90 qəpikdir. 4 çeşid və fırında kumpir. Bunlar isə 5.90-dan başlayır. Onların tərkibini özünüz seçdiyinizə görə qiymət də seçimlərə bağlıdır. Burada kumpirlərin ölçüsü çox da böyük deyil, amma çox kiçik də deyil. Normal saymaq olar. Bir də ən əsası qiymətləri bir çox yerlərdən daha münasib sayıla bilər. Dadlara gəlincə 4 çeşid normal, amma biraz acılı. Daha doğrusu Sadiq tərkibini acılı seçmişdi deyə digər məhsulların dadını hiss etmək olmurdu. Sezar standart. Yəni Sezar salatı sevirsinizsə bu tam sizin üçündür. Xırçıltılı toyuq və fırında kumpirin dadı çox əla idi. Mən açığı fırında kumpir ilk dəfə yedim. Başqa heç yerdə rast gəlməmişəm. Bunun dadına mütləq baxmalısınız. İndiyə qədər yediyim ən ləzzətli kumpir oldu. Sadiq isə o qədər bəyəndi ki, ya da o qədər acı idi ki, artıq kartofun qabıqlarına keçmişdi. Kumpir Port Targovda yerləşir. 28-də 22-ci polis bölməsinin yanında da bir filialları var. Buranı yadda saxlayın, ürəyinizdən kumpir keçsə ən azı bir dəfə mütləq yoxlayın.